Bizə görsən bir nəfər bir peşənin sahibidir, bir sənətdə mütəxəssis insandır. Bir nəfər də gətirirlər bir uşağı verirlər ona ki, gəlsin sənin tələbəçilik eləsin. Bu 3 gün, 4 gün buna baxır, görürlər bu təkəbbürlüyün biridir. Bu adama qayıdır, bu böyük bilmir, kiçiyi bilmir. Deyirlər yox. Deyirlər bu iş bınlığı deyil, öyrətmirlər ona. Niyə? Niyə öyrətmədilər? Niyə o sənəti vermədilər ona? Niyə o peşəni öyrətmədilər? Cavab: görürlər ədəbsiz insandır. Ədəbsiz insan sanki bir sərhəd oldu öz həyatından. Öz uğuru ilə öz arasında bir sərhəd yaratdı. Öyrənsəydi bəlkə də yeyib haralarsa yetişəcəkdi, amma ədəbsizlik elədi, o sənətin sahibi də onu öyrətmədi. Bu misal. Allah da belədir, biləsiniz. Ona görə hədis buyurur ki, kullu şeyin yahtacu iləl aql. Hər şey ağla ehtiyacıdır, vəl aqlu yahtacu iləl ədəb. Amma ağıl özü ədəbə ehtiyacıdır. Ağıl özü ədəbə ehtiyacıdır.